Salam dostlar, bu videoda şəbəkə cihazlarında olan yaddaş növləri haqqında qısa məlumat verəcəm. NVRAM, Non-Volatile RAM, startup konfigi saxlamaq üçün istifadə olunur. Cihaz restart edildikdən və ya söndürüldükdən sonra da NVRAM-dəki məlumatlar qalır, yəni ki silinmir. RAM, Random Access Memory, running konfigi saxlamaq üçün istifadə olunur. Cihaz restart edildikdə RAM-dakı məlumatlar silinir. ROM, Read-Only Memory, cihaz açılarkən boot prosesini başladan proqramların saxlandığı yaddaşdır. Post və Bootstrap proqramları burada saxlanılır. Post proqramı cihazın daxili hissələrinin işlək olub olmadığını yoxlayır. Bootstrap proqramı isə cihaz açılarkən əməliyyat sistemini RAM-a yükləyir. Flash Memory, Cisco AES əməliyyat sistemini saxlamaq üçün istifadə olunur. Həmçinin backup konfigurasiya faylları kimi faylları saxlamaq üçün də istifadə edilə bilər.